Zəkatın müəyyən yerləri var. Bir qismi mal və candan ötürüdür. Buna fitrə zəkatı deyilir. Bu barədə 67-ci dərsdə deyilir. O biri qismi malların zəkatdır və bu 9 şeyə düşür. Onları 3 yerə bölmək olar. Birinci dənli bitkilərdir. Buğda, arpa, xurma və kişmişdən ibarətdir. İkinci heyvanlardır. Dəvə, inək və qoyun. Üçüncü sikkələrdir. Qızıl və gümüşdən ibarətdir. Dediyimiz şeylərin zəkatı o vaxt vacib olar ki, norma həddə çatmış olsun. Yəni, əgər ələ gəlmiş məhsul, heyvan və qızıl gümüş ədədi norm həddindən az olsa, ona zəkat düşməz. Bütün bu dənli bitkilərin bir norma həddi var. Bunların həddi təqribən 850 kiloqramdır. Buna əsasən ələ gəlmiş məhsul bu norma həddinə az olsa, ona zəkat düşməz. Amma məhsulun miqdarı 850 kiloqram və ya ondan çox olsa, onun bir miqdarı zəkat ünvanı ilə ödənilməlidir. Zəkatın miqdarı onu necə suvarmaqdan da asılıdır. Bu cəhətdən gərək 3 yerə bölünsün. O məhsul ki, yağışla, çayla və yerin rütubəti ilə suvaranarsa, ödənişi onda 1%'dir. Əgər məhsul vedrə və ya motor suyu ilə suvarılsa, 20'də 1%'dir. O məhsul ki, hər iki yolla suvarılırsa, birinci hissəsi onda 1%, ikinci hissəsi 20'də 1% ödənilməlidir. Fərzlədiyimiz şeylərdən, məsələn, toxumun, fəhlə pulu, traktor pulu və digərlərinin qiyməti gərək məhsuldan çıxar. Qeyd etmək lazım ki, norma həddi qabaqda saydıqlarımızı azaltmamış hesablanır. Əgər bu xərclər azalmamış norma həddə çatsa, zəkatı vermək vacib olur. Yəni, bu miqdarı götürəndən sonra qalan malın zəkatı verilir. Qoyunun 5 norma həddi var. 40 qoyuna 1 qoyun zəkat verilir. Əgər 40 qoyuna çatmasa, zəkatı yoxdur. Qalan miqdar və norma həddi bu cədvələ əsasən hesablanır. İnəyin birinci norma həddi 30 baş inəkdir. Bunun zəkatı 1 ədəd 1 yaşlı dana. İkinci, 40 baş inəkdir. Zəkatı 1 ədəd 2 yaşlı dana. Dəvədə 12 norma həddi var. Birinci norma həddi 5 dəvədir. Onun zəkatı 1 qoyundur, qalanı da bu cədvəl əsasındadır. Əgər heyvanlar bir norma həddini keçibsə, ikinci norma həddi ilə zəkat veriləcək. Məsələn, bir şəxsin 115 qoyunu olsa, ona yenə də 1 qoyun zəkatı düşür. Diqqət edin, heyvana zəkat o vaxt düşər ki, 1 il onun sahibi olasınız. Heyvan bu 1 ili bekar olmalıdır. Yəni işləməsin və çölün otlarından yesin. Buna əsasən, əgər qışda heyvanın yemi üçün ot alsaq, zəkat düşmür. Qızılın norma həddi 15 miskal, gümüşün norma həddi 105 miskaldır və hər ikisinin zəkatı 40'da 1%'dir. Əlbəttə qeyd etmək lazımdır ki, qızıl və gümüş sikkə şəklində olmalıdır və onlarla ticarət etmək olsun. Buna əsasən, bu günlər ki, qadınlar zinət əşyaları alırlar, onlara zəkat düşmür. Qızıl, gümüş və heyvanların zəkatı 1 il tamam olandan sonradır. Buğda və arpa isə yığılıb təmizlənəndən sonra, xurma və kişmiş isə dərilib qurudulduqdan sonra. Bunlar hamısı fəqirlərə verilir və ya ayrılıb kənara qoyulur.